Salam. Gedirəm bir aktyordan 3 film seçib baxmağa. Seçdiyim aktyor isə gördüyünüz kimi hazırda ondan 14 filmə baxmışam. İndi isə gedirəm 3 yeni filmə daha baxmağa. Filmlərin hər üçünü seçdim. İndi isə gedirəm baxmağa. İlk film indi bitdi. Döyüş səhnələri qəşəng idi. Yəni qəşəng döyüş filmi sevənlər rahatlıqla baxa bilər. Amma məncə baş qəhrəman çox az danışırdı. Heç bir əlaqə qura bilmədim onunla öz aramda. Belə dərin bir bağlantı hiss edə bilmədim. Amma həqiqətən döyüş səhnələri bomba idi. Xüsusilə də chopsticklə adam öldürmə səhnəsi. Bu film digərindən nəzərən daha maraqlı idi məncə. Döyüş səhnələri də qəşəng idi. Hekayəsi də belə ortalama. Jet Li'nin izlədiyim filmlər arasında mükəmməl film deyildi bu, amma qəşəng idi. Sonluğu da qəşəng bitdi məncə. Ortalama. Üç filmin arasında ən az sevdiyim bu oldu deyək. Daha doğrusu sevmədiyim bu oldu. Yəni fantastik idi, amma tam alındıra bilməmişdilər də sanki, bilmirəm. Döyüş səhnələri desən inandırıcı görünmür. Bilirəm fantastikdir, yəni inandırıcı olmaq məcburiyyətinə deyil, amma o deyildi də, effektlər falan heç biri yerində deyildi məncə. Ya başqa film seçsəydim kaş ki bunun yerinə. Da oldu da. Neyse. Digər videolarda görüşənədək.